Herkese salam, kanalıma bir videoma hoş gelmişsiniz. İndi bizim mevzumuz frazoloji birləşmələrdir. İlk öncə videoya keçmədən öncə bunu qeyd etmək istəyirəm ki, mən yeni gələnlər üçün Günay Ərzadəm. Günay. Demək istəyirəm ki, bu kanalda vlog, təhsil, əyləncə kimi şeylər paylaşacağam. Qabaqda da gözəl planlarım var. Qəşəng istəyirəm ki, daha komfortlu videolar çəkmək üçün başda sürprizlərim var. Bir 100-200 abunə olandan sonra düşünürəm ki, üzümü göstərim. Amma 1K mütləq olsun ki, üzümü göstərim, çünki qorxuram. Banlana bilərəm, ban yeyə bilərəm. Kanalım ban yeyə bilər. Ona görə də yani aslında 11 yaşım tamam olub. Bu problem değil. Bir de onu qeyd eləmək istəyim ki, mən Habibi makyaj çəkmişəm, amma belə əlbə toz pudra ilə belə eləyirsən, sonra geçiş eləyirsən. Onu da 31 avqustda planlaşdırmışam, basmışam və 31 avqustda yayınlanacaq. İnşallah ona qədər 1K-ya çata bilərik, amma çətindir o. Gəlin baxaq 2 ay çünki baxa bilmərik də, yəni ola bilər, amma mən düşünmürəm, yəni. Gəlin buradan rənglər seçək. Bunu bu rəng eləyək. Bunu bu rəng eləyək. Bunu da bu rəng eləyək. Bu çox ağdır, ağ kimidir. Niye bu böyle olur? Aha, bu rengi istiyordum. Gelin bir tanesi daha. Böyle. Aha, frazoloji birləşmələr. Frazoloji birləşmələr 1. Birinci, abrı getmək. Bir dakika. Tezden başlayalım. Abrı getmək. Yəni tökülmək də deyə bilər. Bunu ola bilər. Biabır olma, biabır olma. Ay. Göz olma. Rüsvay olmak da deyə bilərik. Olmak. Sonra üzünün suyu getmək. Sonra ola bilər ki, üzünün suyu getmək, bir də tökülmək. Yəni üzünün suyu tökülmək. Tökülmək. İnşallah aydın görsəniz. Eyb yox, görsəniz. İki şeydən biri yazacağım ki, görünsün. 2. Abrı ətəyini bükmək. Oy, o bir yazdım. Gelin bunu koyaq. Abrının niye böyle oluyor? Abrının
ətəyinə bükmək. Yəni bərk danlamaq, bərk danlamaq, danlamaq yox, danlamaq, danlamaq, töhmətləndirmək, sonra biabır eləmək, abrını vermək də olar. Abrını tökmək. Tök yazıram, yəni tökmək qısa şəkildə. Yazıq. Çıxdım. Abrını tökmək. Ola bilər ki, sıx suyunu çıxartmaq. Sonra ağ yuyub qara sərmək. Ağ yuyub qara. Önce bunu silək. Ən yaxşısı sərmək. Burada gəlimlə yazmaq çətindir. Ona görə də çox da bastıra bilmirəm. Ona görə yəni belə pis görsənir. Qara sərmək, üzünün suyunu tökmək. Üzünün suyunu tökmək. Üzünə için sözünü demək. Üzünə için sözünü demək. Sonra qara yuyub yaş sərmək. Qara yuyub yaş sərmək. Sonra gəlin çəhrayı rəngə gedək. Sakin ol. Abrını vermək. Abrını vermək. Ay, çəhrayı rənginə niyə belə sərgəl oldum? Yəni almaq. Yəni danlamaq. Danlamaq. Məzəmmət etmək. Töhlətləndirmək. Töhlətləndirmək. Sonra ağ yuyub yenə qara sərmək. Yəni baxın, abrını verməklə, baxın bunlar hamısı eynidir. Bunlarla bu, bir dəqiqə.
Aha, bir dakika. Aha. Bundan bu. Her biri eyni mənadır. Her biri yani bunlarla kırmızı yazdığımla bu her biri eyni mənadır. Bakın bu. Aha. Ona göre de buranı silirəm hələlik. Tez çəkin. Silirəm. Niye böyle oldu? Aa, niye belədir? Niye silir belə? Aha. Ben bir damcı böyle yazım en yaxşısı. Çünkü belə görmək olmaz, belə daha rahatdır. Böyle yazdım. Acığa düşmək, baxın deyirəm, acığa düşmək. Acığa düşmək. Acığa düşmək, yəni xoşlamamaq, xoşu gəlməmək, bəyənməmək, zəhləsi getmək. Bu qədərlidir. Bu günlük 5 söz idi. Gələcəklərə qəşəng planlarım var əslində. Ağlımda da heç kimə demirəm. Qəşəng bu indi bunu editləyəndən sonra təzədən bir dənə otağımı göstərmək istəyirəm əslində. Amma hələlik bilmirəm, göstərirəmmi, göstərmərəmmi və ya sərgələmək, yenə qırmızı get ready with me ola bilər, qırmızı ASMR ola bilər. Bu günlük bu qədər idi. Gələn dəfə də yenə sabah 5 söz eləyəcəm. Bu qədərdir. Öpürəm canlarım. Sizi çox sevirəm. Bay bay. Görüşərik.